Çində fabrik sahiblərinə dərs keçdim. Məni qonaq müəllim kimi çağırmışdılar. Adətən onlar məhsul haqqında danışırdılar, amma bu dəfə mövzu tamam fərqli idi. Xarici alıcılar, yəni biz. Onlara bir sual verdim. Sizcə xarici alıcılar sizdən niyə məhsul alsın? Çoxu eyni cavabı verdi. Çünki qiymətlərimiz ucuzdur. Problem də elə burdadır. Onlara öz atalar sözümüzü dedim. Xarici alıcılar bilir ki, ucuz ətin şorbası olmaz. Onlar keyfiyyət axtarır, onlar güvən axtarır, onlar hisslərinə pul xərcləmək istəyirlər. Qiymət ucuz olsa belə insanlar daha yaxşı variantı seçir. Dərsin sonunda isə maraqlı hissə başladı. Yaxınlaşıb mənə sual verməyə başladılar. Biri mənə sual verdi ki, müştəri mənə yazır, qiymət soruşur, cavab verirəm və sonra yoxa çıxır. Səncə niyə? Mən ona belə dedim ki, əgər sən kim olduğunu, sənə niyə güvənməli olduğunu göstərmirsənsə, profilin bunlara uyğun qurulmayıbsa, bu hal davam eləyəcək. Sən məhsul satmağa çalışırsan, alıcı risk azaltmağa çalışır. Burada qiymət bir şeyi dəyişdirmir. Bu gün bir şeyi daha gördüm. Çində məhsul çoxdur, amma bazarı anlayan çox azdır. Əgər sən də məhsul satırsansa, özünə bir sual ver. Mən sadəcə qiymət rəqabəti edirəm, yoxsa həqiqətən dəyər yaradıram? Çünki bu fərq ya səni marka eləyir, ya da unudulan satıcı. Mən Çində yaşayıram və gündəlik bu sistemin içindəyəm. Əgər sənə Çindən düzgün məhsul tapmaq, yoxlatmaq və göndərmək lazımdırsa, şirkətimiz Jiaolong bu işi sənin üçün sistemli şəkildə həll eləyir. Sadəcə yaz.